1. Əziz izləyicilərimiz, əziz tamaşaçılarımız, əziz valideynlərimiz, mən Vüsal Kəlbəcəri bu günlərim Azərbaycanımızın ən ucqar rayonlarından biri olan Gədəbəy rayonunun demək Söyüdbulaq kəndində oldu. Çoxlu sayda şagirdlərdən, tələbələrdən, insanlardan sorğular apardıq. Gözəl bir müəllim ailəsini bizə təqdim elədilər. O müəllim ailəsində gözəl ağsaqqalı sizlərə təqdim eləmək istəyirəm. Müəllim, bir daha sizi xoş gördük. Allah sizə uzun ömür versin, can sağlığı versin. Adınız, soyadınız? Nuryev Yaşar Aslanoğlu. Neçə il təhsil sahəsində çalışmışsınız? Hansı fən tədris eləmişsiniz? 73'dən bir də düz pensiyaçıxana kimi. 40 neçə il işləyibdi? 45 ildə yəqin ki. 45 il hansı fən tədris eləmişsiniz? Riyaziyyat, bir də müəllim çatışmamazlığına görə coğrafiya fənləri tədris elədim. İndi hal-hazırda neçə yaşınızdır müəllim? Bu saat 77 yaşım Ay, var. maşallah. Aprelin 2'sində 78 tamam. Ay maşallah. Arzu edirik ki, sizin 80, 90, 100 yaşınız olsun. Gələk gözəl çəkişlər edin müəllim. Mənim atam 102 il yaşayır. Ay maşallah. Siz də inşallah yaşayarsınız. Allah göstərmədi. Sovetin vaxtında sosial səməyə qəhrəmanı. Çox gözəl. Həyat yoldaşınız haqqında gələcəkdə müsahibə götürəcəyik. Çünki keçmişdə əvvəldə direktor olubdu. İnşallah yəqin ki, yaxşı direktorlardan biri olubdu. Və sizin haqqında da gözəl sözlər dedi. Biz bilirik, siz gözəl atasınız, gözəl babasınız. Neçə övladınız var müəllim? Necə? Neçə övladınız var? 2 qızım var. Allah xoşbəxtdir. Neçə nəvəniz var? 5 nəvəniz var. 5 nəvəm var. Nəticə var mı? Yox da. İnşallah olar. Və həyat yoldaşınızın adı nədir? Müəllimən. Zəhra Əkbərova. Zəhra müəllimə də öz adımızdan sağ ol deyirik. İnşallah o müəllimənin də 70-ə yaxın yaşı var. Bəli, həm təqaüdə çıxıb da müqavilə ilə, yəni ehtiyac olduğuna görə məktəbdə inşallah işləyir. O bana gec rast gəlib, ona görə nəticəm yox. Elə. Allah sizə ömür versin. Hörmətli izləyicilərimiz, biz bu günlərim çox gözəl kəndlərdən birdəyik. Gədəbəy rayonunun qonaqpərvər, gözəl ziyalı bir kənddəyik. Və bizim arzumuz oldu ki, müəllimə ən gözəl nədir? Can sağlığı. Bizim arzumuz oldu ki, müəllimin nəvələri də müəllim kimi vətənimizin dəyərli vətəndaş olsun. Təşəkkürlər, minnətdaram, çox sağ olun.